وقل رب زدني علما. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له أشهد أن محمدا عبده ورسوله أما بعد. Deməli, əqidədə 200 sual, 200 cavab kitabına davam edirik. Qalmışdıq 51-ci sualda Mə huvə təvhidul əsma və sifət. İsim və sifətlər təvhidi nə deməkdir? Buyurur ki, Şeyx Hafiz Həkəmi rahimehullah, "Huvel iman bima vasafallahu Teala bihi nefsuhu fi kitabihi." Deyir, o Allahı öz kitabında necə vəsf edibsə, ona iman gətirməkdir. Və vasafahu bihi Rasuluhu sallallahu aleyhi və səlləm minəl əsma'l husna və sifətul ulya. Və Allah Rasul sallallahu aleyhi və səlləm hansı adları Allaha nisbət edib və hansı vəsfləri Allaha nisbət edib, onları isbat etmək, təsdiqləmək ad və sifətlər təvhididir. Və sonra bax nə deyir? Və imraruha kəmə cəət. Necə gəlibsə o şəkildə təsdiq etmək. Zahiri mənası ilə necə gəlib o şəkildə isbat etmək. Bilə keyf. Keyfiyyət vermədən. Və burada biz qayda demişdik. Allahın adı və sifətlərin keyfiyyəti var. Var? Var. Var. Biz bilmirik. Aydın o. Yəni, sən desən ki, bir şeyin keyfiyyəti yoxdur, o deməkdir, o şey yoxdur onunla. Aydın o. Allah Azze və Cəllənin sifətlərinin keyfiyyəti var, təbii ki, var. Aydın o. Qüdrətinin keyfiyyəti var, elminin keyfiyyəti var. Aydın o. Sadəcə biz bilmirik. Biz keyfiyyəti tafvid edirik. Deyirik ki, lə nə'ləmu keyfəhə, lə nə'ləmu keyfəhə. Yəni, onun sifətlərinin keyfiyyətini biz bilmirik. Məsələdə tafvid edirik. Aysa, bu məsələdə biz tafvid edirik, yəni keyfdə. Amma mənada yox. Məna necə gəlibsə ispat edirik. Yəni, elmdir, bəli, elm nə deməkdir? Hər şeyi bilmək. Lə yəxfə aleyhi şey, ona heç nəyə gizli qalmamaq. Allah hər şeyi biləndir. Elə bir dəqiqlik, elə bir incəlik, yerin dibində olsun, göyün qatında olsun, göyə qalxan olsun, yerə girən olsun, yerdən çıxan olsun, göydən nazil olan olsun, nə olur olsun, heç nə Allaha gizli deyil. Və huvə ma'akum eynəmə kuntum. Harada olsanız, o da sizinlə bərabər, necə ki, ayədə gəlib bu. Deməli, bu nədir? Elm sifətinin mənası. Xabir, ən gizli işlərdən xəbərdən olan, latif, ən dəqiq işləri, insanların bilmədiyi, insanların əgər olsa necə olacaq, bunu da bilən Allah Azze və Cəllə, latif olan Allah Azze və Cəllə. Bu mənalardır. Mənalar deyirsən. Amma yoxsa bəzi insanlar nə deyir ki, Allah alim nə deməkdir? Deyir, vallahu aləm, bilmirəm. Bu nə deməkdir? Yəni, bu o deməkdir ki, yəni Allahın adlarını boş, mənasız heç bir şey etməkdir. Və deməkdir ki, Allah boş, mənasız sözlər nazil edib. Təsəvvür edirsiniz, bu tafvid əhlinin etiqadıdır. Allahu akbar. Yəni, Allaha sığınır o pis əqidədən, etiqaddan. Və sonra deyir ki, kəmə cəmə'allahu Teala beynə isbətihə və nəfi təkif anhə fi kitabihi və qeyri mevdin kəqavlihi Teala. Necə ki, Allah Azze və Cəllə isbat edərək, yəni, və keyfiyyəti nəfi, inkar edərək öz kitabında bu haqda neçə yerdə bizə xəbər verib. Və deyib ki, ya'ləmu mə beynə əydihim və mə xalfəhum və lə yuhituna bihi ilmə. Deyir ki, ya'ləmu mə beynə əydihim. O, onların önlərində nə olacaq, arxalarında nə olacaq, hamısını bilir. Və lə yuhituna bihi ilmən. İnsanlar onun keyfiyyətini, onun necəliyini əhatə edə bilməzlər. Başa düşə bilməzlər, dərk edə bilməzlər. Nəyini? Yəni keyfiyyətini. Və qavluhu Teala, Allah Teala buyur, deyilsə kəmislihi şeyun. Deyir, onun mislində heç nə yoxdur. Və huvə səmi' əl-basir. O səmi'dir, əl-basir. Səmi' nədir? İdrakul əsvat. Bütün səsləri eşidən. Yəni, o deməkdir ki, elə bir səs aləmlərdə, elə bir dıqqıltı, elə bir xafi, gizli səs yoxdur ki, ondan gizli qalsın. Necə ki, biz deyək ki, Allah Azze və Cəllə yəni, daşın üzərində gəzən, qarışqanın ayaq səsini belə eşidir. Məsələn, bu qədər Allah Azze və Cəllə. Yəni, qarışqanın ayaq səsini nə eşidə bilər? Heç bir şey eşidə bilməz. Allahdan başqa. Hətta, yəni, necə ki, Quran-ı Kərimdə gəlir. Vallahu yəsmə'u təhavvurakumə. Allah ərindən şikayət edən qadının səsini haradan eşitdi? 7 qat göyün üzərindən eşitdi. Ayşə radiyallahu anhə deyir? Deyir ki, mən deyir, ona yaxın idim, eşidə bilmirdim. O qadın yavaş danışır. Amma aləmlərin Rəbbi olan Allah 7 qat göyün üzərindən eşidir. Ona görə Allah Azze və Cəllə istivası haqqında xəbər verəndə
yəni Hədid surəsində. Sonra deyir: "Ya'lamu ma yelcu fil ardı və ma yaxrucu minha və ma yenzilu mine's-semai və ma ya'rucu fiha və huve ma'akum eynema kuntum." Deyir ki, Allah ərşin üzərindədir, istiva edib. Sonra deyir, göydən yerə nazil olanı, yerdən çıxanı, yerə girəni, göyə qalxanı və göydən yerə nazil olan hamısını bilir. Və huve ma'akum eynema kuntum. Harda olursansa o Allah sizinlədir. Yəni hər şeyi eşidir, hər şeyi bilir. Ma yakunu min necva salasatin illa huve rabi'uhum ve la khamsatin illa huve sadisuhum. Və la adna min zalika və la aksara illa huve ma'ahum eynema kuntum. Deyir ki, elə bir iki kəs yoxdur ki, üçüncüsü Allah olmasın. Elə bir üç nəfər yoxdur ki, dördüncüsü Allah olmasın. Yəni nəyə görə? Yəni o demək istəyir ki, elə bir üç nəfər yoxdur, dördüncüsü Allah, elə bir beş nəfər yoxdur ki, elə bir dörd nəfər yoxdur ki, beşincisi Allah olmasın. Yəni Allah kim olur olsun, Allah azə eşidir, bilir. Burada məiyyə elm məiyyəsidir. Məiyyətul ammədir. Məiyyə iki növ ilə hansılar idi? Allahın ümumi məiyyəsi, bir də xüsusi məiyyəsi. Ümumi məiyyəsi elm və nə idi? Elmidir onun. Eşitməsi və görməsidir. Hər şey eşidir, hər şeyi görür. Allah azə və cəllə. Yəni kafiri də, mömini də, hamısını, bütün məxluqatı, bütün canlıları. Elə bir şey yoxdur ki, onun elmindən, onun eşitməsindən kənarda qalsın. Mümkün deyil. Amma məiyyə xassa nədir? Yardımı, köməyi, qüdrəti, yəni insanı gücləndirməsi. Misal üçün nədir? Deyir, siz ikiniz də gedin Fironun yanına, inni ma'akumə əsmə'u və ara. Deyir ki, gedin ey Musa və Harun Fironun yanına, mən sizi eşitirəm və görürəm. Yəni, əsmə'u və ara deyir. Mən sizinlə bərabərəm, eşitirəm və görürəm. Narahat ol, mən yardım edəcəm sizə. Bax, deyir, Firon o boyda qoşunları ilə Musa aleyhissalama heç nə eləyə bilmədi. Yəni, təsəvvür et. Hətta nə deyir? Deyir ki, əyanlarına deyir ki, bəlkə bunu öldürək. Deyib, neçə dəfə də deyib, istəyib eləmək, amma Allah azə və cəllə izin verməyib. Allahu akbar. Ona görə başqa ayədə Allah təala deyir ki, "La tudrikuhul absar və hu yudrikul absar və huvel latiful xabir." Bir gözlər onu dərk edə bilməz, yoxsa qəlblər onu dərk edə bilməz. Yəni qəlblər onu dərk edə bilməz və huve yudrikul absar. O isə bəsirətləri dərk edəndir. Və huvel latif el-xabir. O latifdir, xabirdir. Fikir verirsiniz, bəziləri desə ki, burada gözlər onu dərk edə bilməz və Allahı görməyi inkar edirlər bu ilə. Halbuki Allah azə və cəllə nə deyir? Vucuhun yevmə izin nadira ilə rabbihə nadira. O gün üzlər parlayacaq, öz Rəbbinə baxacaq. Burada nə deyir? La tudrikuhul absar və hu yudrikul absar. Deyir, onu absar yəni görməklər. Görməklər kimi tərcümə edən, təfsir edən xata edir. Nəyə görə? Çünki gözlər onu dərk edəcək harada? Qiyamət günü. Bunu gətirir nəyə? Allahı görməsini inkar etməyə gətirir. Yəni biz deyirik ki, sən absar desən belə dünyaya nisbət etməlisən onu. Bəli, dünyada gözlər onu dərk edə bilməz. Nə də ki, qəlblər dərk edə bilməz. Aydınmı? Amma axirətdə isə Allah azə və cəllə izin verəcək ki, gözlər onu görə bilsin. Burada ayənin gedişatı onlara rəddiyədir. Ki, və huve latiful xabir deyir Allah təala. Deyir, o latifdir, xabirdir. Nə deməkdir latif, xabir? Ki, o ən gizli işləri bilir, içəridə olanları bilir. Deməli, absar nə deməkdir? İçəridə olanlar. Yoxsa latif, xabir deməzdi. Səmi' basir deyərdi, gözlər. Aydınmı? O belə. Çünki ayə onlara rəddiyədir. Ona görə bidət əhlinin gətirdiyi elə bir dəlil yoxdur ki, ona, o ayənin özündə ona bir rəddiyə olmasın. Gayr zəlik, yəni başqa ayələr həmçinin. Fi Tirmizi an Ubey ibn Ka'bin, Tirmizinin rivayet elədiyi hədisdə, Ubey ibn Ka'bdən gələn hədisdə, Ənəl müşrikinə qalu Rasulillah sallallahu aleyhi ve sellem. Müşriklər Peyğəmbər sallallahu aleyhi ve sellem edirlər ki, yəni ləmmə zəkərə alihətəhum, deyir ki, insəblənə rabbikə fəənzəlallahu teala, deyir ki, müşriklər deyirlər ki, bəs sən bizə öz Rəbbini vəsfləndir. Necədir sənin Rəbbin? Yəni, sənin Rəbbin necədir vəsfləndir onu bizə? Allah təala bu ayəni nazil edir. Qul huvallahu əhəd. Allahu saməd, ləm yəlid və ləm yulad və ləm yəkul ləhu kufuvan əhəd. Yəni, deyir ki, əs-saməd əlləzi ləm yəlid və ləm yulad. As-saməd də Allah azə və cəllə qul huvallahu əhəd. Deyir ki, o əhəddir, təkdir. Rəbliyində təkdir, ilahlığında təkdir. Haqq ilahlığında təkdir. Sonra ad və sifətlərində, idarə etməsində, ruzi verməsində, yaratmasında və yalnız mülk sahibi olmasında təkdir. Allah azə və cəllə.
Və sonra deyir ki, Allahu Saməd. Allah Saməd, yəni möhtacısız, heç nəyə möhtacı yoxdur Allahın. Əlləzi kəmulə fi su'dudi. Keçən dərs biz bir şey götürmüşdük, söz. Dostluq barəsində Allah Azza və Cəllənin. Nə idi o? Allah'ın ihtiyacı yoktur. Və ləm yəttəxiz valiyyəm minəz-zul. Ləm yəttəxiz. Dinə. O zəlilliklə dost götürmür. Yəni o sevərək, o yardım edərək dost götürür. Onun dostluğa ehtiyacı yoxdur. Və təxəzəllah İbrahimə xalilə. Yəni İbrahimi Allah özünə xalil götürüb. Və izəlləttəxədukə xalilə. Və beləcə Allah səni özünə dost götürdü ey Muhammed. Sən necə Allah götürdü? Yardım etmək üçün, onu sevmək üçün, xullədə onu ucaltmaq üçün. Xullə nədir? Məhəbbətin ən üstün dərəcəsidir. Ona görə, amma Allahın ona ehtiyacı yoxdur vallahi. Allah ehtiyacı yoxdur. Allah Saməd. Ələzi kəmulə fi su'dudi. Deyir, onun möhtacsızlıqda ən kamil zirvədədir. Heç bir şeyə ehtiyacı yoxdur. Heç nəyə. Əs-Samədin mənalarından biri, yəni bütün məxluqat ona möhtacdır. Bütün məxluqat bir saniyəsi belə yoxdur ki, ona möhtac olmasın. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm səhər axşam zikirlərini hansı dua edir? Ya Hayyu ya Qayyum bi rahmetikə əstəğis. Ey Hayy, ey Qayyum, ey daimi, kamil həyat sahibi olan Rəbbim, ey Qayyum, bütün dünyanı, bəşəriyyəti, bütün məxluqatı idarə edən, insanların işlərini idarə edən, onları yoluna qoyan Rəbbimiz, Qayyum. Allah Teala istəyirəm ki, bizim işlərimizi yoluna qoysun. Bizim dinimizi bizim üçün qorusun Allah Azza və Cəllə. Ya Hayyu ya Qayyum bi rahmetikə əstəğis. Sənin rəhmətinlə səndən istəyirik. Aslih lənə şə'nənə, aslih li şə'ni kullə. Deyir, mənim bütün işlərimi səhmana sal. Allahu Akbar. Mənim bütün işlərimi səhmana sal. Və la təkinni ilə nəfsi tarfətə ayn. Deyir, məni öz nəfsimə göz qırpma olsa belə başına buraxma məni. Subhanallah. Yəni As-Saməd odur. Ləm yəlid və ləm yulad. Sən nə övlada ehtiyac var, nə də zövcəyə. Ləm yəlid və ləm yulad. Nə doğmayıb, nə doğulmayıb. Aydın, heç nəyə ehtiyacı yoxdur onun. Ləənnəhu leysə şey'un yuladu illə səyəmut. Çünki hər doğulan şey öləcək. Hər doğulan şey ölür deyir. Və leysə şey'un yamutu illə səyvarris. Ölən hər şeydə deyir, varis, miras olunur. Yəni ondan kiməsə miras qalınır. Deyir, və innəllaha teala la yamutu və la yuvarras. Deyir, Allah nə ölmür, nə də deyir, o deyir, ilahlıq, yəni miras olaraq keçmir. Şeysən, As-Saməddir, subhanallah eləsin. Və ləm yakun lehu kufuvan əhəd. Deyir, onun heç tayı bərabəri yoxdur, bənzəri yoxdur. Qalə ləm yakun lehu şəbihun. Yəni onun heç bir bənzəri yoxdur. Və la adil. Yəni onun bərabəri yoxdur. Və leysə kəmislihi şeyun. Onun mislində heç nə ola bilməz. Heç bir şey yoxdur. Və sonra 52-ci sual, mə dəlil əsməl-i hüsnə minəl kitab və sünnə. Yəni Əsməl-i Hüsnənin, Əsməl-i Hüsnə nə deməkdir? Ən gözəl adlar. Əsməl-i Hüsnənin mənası. Bütün gözəl adı və sıfatı Allaha məxsusdur. Bütün gözəlliklər özündə birləşdirən, etibar edən bütün adlar. Əsməl-i Hüsnə. Bütün kamil adları, Kamilliklə. Yəni bütün kamilliklərdə ən son həddə olan adlar deməkdir. Yəni Əsməul Hüsnə, burada hüsnə gözəl mənasında deyil, tam. Yəni gözəl sözü burada tam ödəmir. Yəni Əl-Hüsnə nədir? Əlləti, yəni Əsmə Əl-Hüsnə əlləti o adlardır ki, kamillikdə ən son həddədir. O hədd ki, o həddən sonra kamillik yoxdur. Aydın mı? Yəni alimlər belə təfsir edirlər. Hüsn nə deməkdir? Allahın adları, yəni kamillikdə ən uca zirvədə olan. Yəni alim elmi ən kamil şəkildə. Heç bir, yəni la naqsa fiha bi ayyi vəch min al-vucuh. Deyir, onlarda heç bir vacihdan zərrə qədər də olsun naqislik yoxdur. Bu nədir? Hüsnədir. Allahın hüsnə adları deməkdir. Yəni zərrə qədər belə naqislik yoxdur. Amma ondan başqa bax, hamısının naqisliyi var. Hər kəsin naqisliyi var. Ona görə Allah Azza və Cəllə deyir: "Və lillahi'l əsmaul husna fad'uhu biha." Deyir ki, ən gözəl adlar, yəni ən kamil adlar Allaha məxsusdur. Fad'uhu biha. O adlar vasitəsilə Allaha dua edin.
Sonra deyir: "Və zərullezine yulhidun fi əsmaihi." Deyir, Allahın adları haqqında ilhad edən, Allahın adlarını başqa mənalara yozanları neynəyin? Tərk edin. Və zərullezine yulhidun fi əsmaihi. Deyirsə, yuczavna ma kanu ya'malun. Onlar etdiklərinin cəzasını alacaqlar. Vallahi Allahın adlarını yozub cəzasını tapmayan insan yoxdur bu həyatda. Mütləq şəkildə, xüsusən əşarilər, mu'təzillər, cəhmilər, rafizilər, onlar mütləq cəzalarını dünyadakən alırlar. Allah Teala "Seyuczavna ma kanu ya'malun." Onlar etdiklərinin cəzasını alacaqlar. Biri var, onlar cahil olsun, bilmədən təvil etsinlər. Buna görə onlar cəzalanmazlar. Yəni Allah Azze ve Celle Erhamur Rahimindir. Allah Azze ve Celle "Ma kunna muazzibin hatta yeb'ase rasul, hatta neb'ase rasula." Deyir, biz Rasul göndərib haqqı bəyan etməmiş əzab vermərik. Amma insan bilərəkdən o adları yozursa, təhrif edirsə və onu haqq gəlib çatandan sonra qəbul etmirsə, Allahdan qorxsun. Allah Teala deyir ki, "Seyuczavna ma kanu ya'malun." Biz görmüşük onları. Onların dəvətləri də həmişə nə olmur? Bərəkətli olmur. Allah Teala bərəkət vermir. Allah Teala onların ömürlərini də qısa edir. Allah Teala bəlalarını verir onların. Nəyə görə? Çünki onlar Allahın adları ilə sən, yəni Allahın adlarına qarşı müharibə eləmirsən. Allahın adlarını mı yozursan? Allah deyir ki, bu mənim adımdır, bu mənim vəsfimdir. O deyir, yox, Allahın belə vəsfi yoxdur, subhanallah. Bu küfürdür, vallahi. Ona görə onların alimlərinə baxırsan, görsən nə deyirlər? Deyirlər ki, Quran və sünnənin zahiri küfürdür. Böyle deyirlər. Yəni, mütləq yozmalısan. Onlar deyir ki, nədir? Kullu nassin avhamət təşbihə Kullu nassin avhamət təşbihə avvilhu av favvid və rum tənzihə. Deyir ki, hər nas, yəni Allah haqqında təşbih gərəkdirirsə, yəni Allahın kiməsə bənzətməyi, sənin ağlılıqda elə şey gəlirsə sənə, deyir, tez onu təvil elə və yaxud nə ki, Allah bilir, mən bilmirəm. Elə deyil. Yəni, misal üçün, yəni, fitrətə qədər, Ar-Rahman deyilər ki, rəhimli deyil. Rəhmi yoxdur. Ya, vallahi, cəmaatdan gizlədirlər. Baxın, əşarilər nə deyir ki, Allahın rəhməti yoxdur deyirlər onlar. Nəyə görə deyirlər rəhməti yoxdur? Deyir ki, Allah iradətül in'am var deyir. Deyir ki, baxın, deyir ki, neymət verməyi istəməyi var deyir. Deyirsən, neymət verməyi istəmək, o istəmək məxluqda yoxmu ki? Məxluqda o var da. Niyə burada sən bənzətmirsən, orada rəhmətdə bənzət? Çünki deyir, rəhmət yumuşaqlıqdır, Allaha yumuşaqlıq yaraşmaz. Özü batil müqəddimələr qoyur özündən. Yəni, Rahman adının vəsfini inkar edir. Rahim adının vəsfini inkar edir. Aziz adının vəsfini inkar edir. Yəni, inkar edir, subhanallah. Bəli. Yəni, onlar neçə də adı qəbul edirlər? Həyyun, alimun, qadirun, iradətun və kəzəlikə səm'u vəl basar. Həy, alim, qadir, həyyun, alimun, qadirun vəl kəlamu ləh. Kəlam sifəti. Sonra iradətun və kəzəlikə səm'u vəl basar. İradə, əs-səm' vəl basar. Bu 7 dənə. 7 dənə oldu. 4, 7. Yəni, 4, 3, 7. Səm'ə basarı qəbul edirlər. Yəni, deyirlər ki, ağıl bu vəsfləri qəbul edir. Allah-u akbar. Amma biz onlara rəddi olaraq nə deyirik? Deyirik ki, Allahın əl-qovlu fi sifət kəl-qovlu fi ba'dil-əxar. Bu sifətlər haqqında dediyin şeylər o sifətlərdə də keçərlidir. Başa düşdün? Niyə görə ayrılırsan ki burada? Eşitmə, görmə insanda da var, Allahda da var. Allahın özünə məxsus, insanın özünə. Burada sən problem işgəllənmirsən, amma izzətdə, istivada, ucalıqda və yaxud da ki, digər bütün Allah Azze ve Celle mütəkəbbir olsun və yaxud da muhaymin olsun, hamısı, bütün Allah Azze ve Celle adları bir vəsfə dəlalət edir. Aydın. Yəni, Allah Azze ve Celle'yə Rahman deyib, Rahmanı vəsfini inkar etmək, sanki bir insana deyirsən ki, sən adın Həsəndir, amma özün pissən. Çünki səndə həsənlik yoxdur. Bu məxluqda ola bilər. Ola bilər insan da adı Həsəndir, amma insan həqiqətən yaxşı insan deyil. Həsən yaxşı deməkdir, değil mi? Və yaxud da insan Hüseyndir adı. Hüseyn Həsənin tasğiridir. Gözəl, yaxşı mənasındadır. Amma insan gözəl pis adamdır. Amma Allah Azze ve Celle Teala an zəlik. Allah bundan ucadır. Ki Allahın yəni adı olsun və vəsfi olmasın. Bu Allaha yəni təəndir. Bu Allaha Azze ve Celle'yə təən etməkdir. Allah Azze ve Celle naqisləşdirməkdir. Özü deyir, mən Rahmanam. Və rabbukər, bax nədir? Və rabbukəl ğaniyyü zur rəhmə.
Ayəyə bax. Və rabbukal ganiyyu zurrahmə. Allah varlı, yəni möhtacsız və rəhmət sahibidir, rəhmətlidir. Məxsus. Bu deyir, yox, rəhmət yox Allah. Nə deyir Allah Teala? Səbbih ismə rabbikəl ə'lə. Uca olan Rəbbin ucalığı yoxdur. Subhanallah. Boş addır deyir. Əl-ə'lə. Səbbih ismə rabbikəl ə'lə. Əlləzi xaləqə fəsəvvə. Vəlləzi qad. Xaliqdir, xəlqi yoxmu? Yaratmırmı? Yəni, yaratmırsa, bu deməkdir ki, xəlqi yoxdur. Amma xaliq adının vəsfini, xəlq sifətini qəbul etmirlər. Məsəl versən, dəhşətdir bu. Yəni, o, həqiqətən, əgər həqiqi bilsələr ki, onların, yəni, hansı küfr edirlər, vallahi eləməzlər, bəlkə bilənləri. Ona görə onların etdiyi, Allah qorusun, şirkdir, küfür. Həmçə Allah Azə və Cəllə deyir, Qul ud'ullaha və ud'ur-Rahman, əyyəmmə təd'u fələhul əsma'ul husnə. Deyir ki, Qul ud'ullah və ud'ur-Rahman. Deyir ki, istən Allah deyə çağır, istən Rahman deyə çağır, əyyəmmə təd'u. Əyyən burada nədir? Əyyən ismu fəildir. İsmu fəil bimə'nə nəkira. Yəni, nəkira mənasındadır. Yəni, hər hansısa bir Allahın adını çağırsan, çağır. Fələhul əsmə'ül husnə. Onun bütün adları hüsnədir. Yəni, bütün adları kamillikdə ən son həddədir. Aysa. Qalallahu Azze və Cəllə, Allah Teala buyurur ki, Allahu la ilahə illə huvə ləhul əsmə'ül husnə. Allahu la ilahə illə. Allah ondan başqa ibadətə layiq məbud yoxdur. Yəni, ləhul əsmə'ül husnə. Ən gözəl adlar, ən hüsnə adlar ona aiddir. Yəni, ən kamil adlar ona aiddir. Allahu la ilahə illə ləhul əsmə'ül husnə. Yenə Allah Azə və Cəllə çoxlu ayətlərdə deyir. Və qayruhə minəl ayət və başqa çox ayətlər var. Qalə Nəbi sallallahu aleyhi ve sellem. Allah Azə və Cəllə, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, İnnə lillahi tis'atan və tis'inə ismən. Allahın 99 adı var. Mən əhsahə dəxələl cənnə. Kim onları sayarsa cənnətə daxilə. Və huvə fis-sahih. Yəni, ki, bu səhih əsərindədir. Və qalə sallallahu aleyhi ve sellem, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Əsəlükə Allahumə bi kulli ismin huvə lək. Deyir ki, Allahım, səndən bütün adlarla istəyirəm, o adlar ki, o adlar sənindir. Səmmeytə bihi nəfsək. Sən öz-özünü adlandırmışsan o adlarla. Əv ənzəltəhu fi kitabik. Əv ənzəltəhu fi kitabik. Və yaxud kitabından nazil etmişsən bu adlara. Əv əlləmtəhu əhədən min xalqik. Və yaxud da məxluqatından kiməsə öyrətmişsən bunu, bu adları. Əv istəətərtə bihi fi ilmil qaybi indək. Və yaxud da qeyb ilmində saxlamısan, heç kimə öyrətməmsən, xəbər verməmsən. Ən təc'aləl Qur'anəl azimə rabi'a qalbi. Yəni, bu adlarla dua edər, deyər ki, ey Rəbbim, Qur'anı qəlbimin baharı et. Yəni, qəlbimin inkişafı üçün, qəlbimin fəhmlənməsi üçün, qəlbimi sənə tərəf gəlməsi üçün Qur'anı nə et? Yəni, bahar etməni üçün. Bahar nədir? Baharda hər şey oyanır. Yəni, qəlbimi oyat, ey Rəbbim. Və sonra bunun arxasında Allah Rasulullah deyir, Ən təc'aləl Qur'anə rabi'a qalbi və nura sadri və cələə əhzəi və zəhəbə humumi və humumi. Yəni, deyərdi ki, qəlbimin, kədərimin getməsi üçün, qəlbimin nurlanması üçün bunu bir səbəb et. Yəni, Quran-ı Kərimi mənim üçün bahar et. Və burada, yəni, şəhid hissəsi, baxın, elə adlar var ki, Allah Azə və Cəllə onu özü adlandırıb, öz adları. O adlardan eləsi var ki, kitabından nazil edib və yaxud da məxluqatından kiməsə öyrədib. Elə adlar var ki, Muhammed sallallahu aleyhi ve sellemə deməyib, amma başqa Peyğəmbərə xəbər verib o adı haqqında. Və yaxud da xüsusi bir məxluqa xəbər verib. Ya mələyə, ya o haqda, yəni kiməsə xəbər. Və yaxud da heç kimə öyrətməyib, öz qatında saxlayıb o adı ki, heç kim bilmir. Çünki bu hədis ona dəlildir ki, o istəfsər də bihi fi ilmin qaybi indək. Yaxud sən qeyb elmində saxladığın adlarla sənə dua edirəm ki, qəlbimi Qur'anla baharlandır, qəlbimi yəni nurlandır. Yəni bu adlar da həmçinin dəlil var. Burada deməli ad və sifətlər haqqında üzərimizə nə düşür? Birincisi ad və sifətləri saymaq. Birinci dua etmək. Yəni ad və sifətlərlə dua etmək. Ya Rahman, irhamni, ya Razzaq, urzuqni, ya Ghaffar, ighfirli, ya Qadir. Ey qüdrətli, yəni mənə yardım et, kömək et. Yəni sən həqiqətən hər şeyə qüdrətin çatır, mənim qüdrətim çatmır. Deməli ikincisi ihsahə. Onları saymaq. Yəni mənalarını, yəni ihsa nə idi? Saymaq, və sonra fəhm etmək, başa düşmək və sonra onların gərəkdiyi şeylərlə Allaha ibadət etmək. Yəni sən biləndən sonra ki, Allah səmi'dir, basirdir, hər şeydir, səni hər yerdə görür, eşidir və insan artıq pis söz danışmır, pis sözlər demir.
Və hətta insan həqiqətən unudandır. Biz Rəbbimizi tez-tez unuduruq. Allah bizi bağışlasın. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm bizə elə şeylər öyrədib ki, onlar bizi Allaha xatırladır. Misal üçün ibadətdə zikr insana Allaha xatırladır. Nəyə görə? Adı zikirdir zikrin. Zikir yada salır. Yəni o kəslər ki, deyir, şeytandan onlara bir məhz toxunanda, deyir, onlar Allaha yada salıb qayıdarlar, tövbə edərlər. Və həmçinin günaha düşən kimcəsə Allah yadlarına düşər. Qayıdarlar, tövbə edər. Çünki insan unutqan düşür günaha. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sizdən biriniz Allahdan qövmündə olan salih kişidən çəkindiyi kimi çəkinsin. Allahu akbar. Yəni həqiqətən biz salih bir kişinin yanında oluruq salih bir insan. Düzdürmü? Amma təklikdə görsən ki, Allah qorusun günahlarımız olur. Ona görə çalışmaq lazımdır. Yox, nəyə görə bu bizə xatırladır. Həqiqətən və həmçinin Allah azza və cəllə deyir: "Yəstəğfuna minən-nas və la yəstəğfuna minəllah və huve ma'ahum iz yubayyituna ma la yarda minəl-qawl." Deyir ki, onlar insanlardan çəkinirlər, amma Allahdan çəkinmirlər. Halbuki Allah onlarla bərabərdir. İz yubayyituna ma la yarda minəl-qawl. Gecə ikən onlar pis söz danışanda, pis filmlərə baxanda, pis şeylər müşahidə edir, Allah onları görür. Allah onları eşidir, Allah onları bilir. Baxma, Allah səni görür axı. Baxma, Allah bilir axı. Yəni sən pis şeylərə baxanda Allah görür vallahi. Ona görə uzaq olmaq lazım o şeylərdən. Və biz boş-boş şeylərdən vaxt keçəndə və günümüzün xəstəliklərindən biri nədir? Bəzi satış portalları. O satış portallarına girib boş-boş orada vaxt keçirmək və orada naməhrəm qadınlara, pis-pis şeylərə gözümüzün sataşması vallahi bu günahlardır. Yığılır. Və bu insanın nurundan gedir, insanın elmindən gedir, insanın bəsirətinə təsir edir. İnsanın ibadətinə təsir edir. Görürsən ki, yorğun deyildin, amma gecə namazına dura bilmir insan. Niyə? Çünki günahla yatmışdı insan. Ona görə. Ona görə sələflər həmişə axırıncı əməli ibadət edərdilər. Ən axırıncı işə namazını gec, əgər məsciddə qılmazsa, saxlayıb gec qılardı ki, axırıncı əməl işə namazını olub, neynəsin? Yatsın, tövbə namazla yatsın. Salihlərin vərdişi olub, gecənin ilkini, gecənin sonunu, yəni yatmamışdan qabaq, duran kimi namaz qılıblar. Bax, yatmamışdan qabaq və duran kimi namaz qılıblar. İbadətlə yatıb, ibadətlə durublar onlar. Yəni bunlar nəyə görə? Ona görə biz bu şeylərdən uzaq durmaq lazım. Çünki Allah azza və cəllə eşidir, görür. İnsan əgər ad və sifətləri yaxşı bilsə, vallahi insan nicat tapar. Misal üçün dua, insan hidayəti üçün çalışması özünün. Necə ki, bilirsiniz, biz keçmişdik sizinlə Hətimin nəsiyyətini. Hətim nədir nəsiyyətdə? Deyir ki, mən baxdım ki, gördüm, hər insan sevdiyi insanlar var. Ailəsi var, yaxınları var, sevir. Və deyir, qəbirə çatan kimi ayrılır onlardan. Əlvida deyir onlara. Deyir, mən sevdiklərimi, həsənətlərimi etdim ki, mənlə qəbirdə bərabər olsun. Və həmçinin başqa nəsiyyətə nə deyim? Deyir, hər insan sevib qoruduğu şeylər var, kəslər var. Məsələn, insanın ailəsi də, elə deyilmi? Deyir, mən o sevdiklərimi Allaha yönəltdim ki, onlar məndən əbədi qalsınlar. Çünki insan öz yaxınlarının hidayəti üçün çalışmalıdır. Vallahi, insan öz yaxınlarının hidayəti üçün çalışmasa, ayrılacaq onlardan. Əbədi ayrılacaq. Əbədi ayrılmaq nə deməkdir? Yəni, ömür boyu görməyəcəksən. Sən, xalas, sən cənnətli oldun. Sən ibadət əhlisən, itaət əhlisən. Amma ailə fussaq olmasın. Ailənin hidayəti üçün çalışmaq, gecə gündüz dua, vallahi bizim əlimizdə deyil, Allahın əlindədir. Dua edək, dua ilə Allah hidayət edəcək. Övladlarımıza hidayət edəcək. Zövcələrimizə hidayət edəcək. Yaxınlarımıza hidayət edəcək. Anamıza, atamıza hidayət edəcək. Vallahi Allahın əlindədir. Dua. Bir qardaş var idi. Onun anası mənə dedi ki, mən əllərimi açdım, Rəbbimə yalvardım ki, Allahım mənə balamı qaytar. Allahım mənə balamı qaytar. Allahım mənə balamı qaytar. Allaha yalvardım bir dəfə, yadıma gəlir, deyir. Həmin gündən sonra övladım dəyişdi, deyir. Yalvardım Allaha, səslə yalvardım, deyir. Rəbbim, deyir, həmin gündən sonra, deyir, dəyişdi, deyir, övladımı. Hidayət etdi övladımı. Vallahi Allahın qüdrətidir. Ona görə Allaha dua etmək lazım ki, Allah dəyişdirsin. Allahın əlində bizim nə səbəbimiz ola bilər ki? Biz nə inəsək də bizim səbəbimiz azdır. Vallahi azdır. Elə peyğəmbərlər olub ki, o övlada hidayət olmayıb. Bu Allahın əlində olan bir sirdir. Allah verir daha doğrusunu. Ona görə ad və sifətləri öyrənmək lazım. Onlarla Allaha dua etmək lazım. Onları başa düşüb, onlarla Allaha ibadət etmək lazım. Allahu aləm. Subhanəkəllahum hamdikə əşhədu an la ilahə illə ent, əstəğfiruka və etûbu ileyk. Subhanək